Bismillahirrahmanirrahim. Salam əziz izləyicilər. İnsan haqqı iki cür qəbul etmir. Bəzi insanlar var ki, haqqı ona görə qəbul etmir ki, mənəvi problemlər yaşayırlar və o mənəvi problemlər haqqı qəbul etməkdə mane olur. Məsələn, tutaq ki, o mənəvi problemlərdən biri təkəbbürlükdür. Peyğəmbər gəlib ona haqqı desə, həqiqəti desə, qəbul etməyəcək. Çünki təkəbbürlüyə imkan vermir. Necə ki, Peyğəmbərin dövründə də görürük. Bəzi insanlara haqqı deyirlər. Onlar bilirlər ki, Peyğəmbərin dediyi doğrudur, düzdür. Bunu 100% bilirlər. Amma o mənəvi problemlər imkan vermirdi qəbul etməyə. Və yaxud İmam Hüseyin əleyhissalamın dövrünə baxsaq, İmam Hüseyni bəzi insanlar niyə qəbul etmədi? Halbuki bilirdilər ki, haqdır. İndi tarixi mütaliədən də görürsən ki, onlar bəziləri bilirdi ki, haqdır. Sadəcə olaraq onların o mənəvi problemləri imkan vermirdi qəbul etsin. Və yaxud da başqa indi mənəvi problemlər deyək. Bəzi insanlar görürsən ki, şəhvətçil bir insandır və qorxurdu ki, mən bu haqqı qəbul etsəm, mənim o şəhvətə aid olan məsələlərə mane olacaq. Və yaxud da dünyaya bağlı olan bir insandır. Qorxurdu ki, mən haqqı qəbul etsəm, məni dünyadan qıracaq. O bağlılıq, dünyaya bağlılıq, o xəstəlik imkan vermir ki, insan haqqı qəbul etsin. Öz zehnində, şuurunda bilir ki, Peyğəmbərin dediyi düzdür, İmam Hüseynin dediyi düzdür. Bunu bilir. Bilir ki, həqiqətən də bu sözlər Allahın sözüdür. Bunu bilir. Sadəcə olaraq o xəstəlik, mənəvi xəstəlik, məsələn, dünyaya bağlılıq imkan vermir. Ona görə Peyğəmbərimiz buyurur ki, ölmədən öncə ölün. Yəni, dünyadan indidən qırılın ki, ölüm gələndə sizi dünyadan ayırmaq istədikdə rahat dünyadan qopa biləsiniz. Elə insanlar var ki, məsələn, onların Həzrət Əzrail əleyhissalam gəlib canını alanda dünyadan çətinliklə ayrılarlar. Ayrılmaqdan qorxarlar ki, axı mənim dünyamda başqa bir fikirlərim var idi, başqa bir işlərim var idi. Dünyada mənim çoxlu pulum var idi, malım var idi, mülküm var idi. Ayrıla bilmirlər. Axı sən Allah yanına gedirsən, Allah yanına gedirik biz. Niyə biz qorxuruq? Çünki o bağlılıq imkan vermir. İnsan bəzən ölümdən ona görə qorxur ki, dünyadan qırılmağı istəmir. Dünya mülkündən qırılmağı istəmir. Ona görə bəzi mənəvi xəstəliklər insana mane olur ki, haqqı qəbul etməsin. Halbuki zehnində, şuurunda başa düşür ki, o haqdır. Lakin ikinci dəstə insanlar var ki, onlar haqqı qəbul etmirlər, amma nəyə görə qəbul etmirlər? Orada psixoloji bir məqam var da. Həmin ayədir ki, Quran-ı Kərimdə Bəqərə surəsində Allah o xəstəliyi bildirir. Bu ikinci dəstə olan insanların haqqı qəbul etməməsinin səbəbini bildirir. Məsələn, buyurur ki, Allah وَإِذَا قِيلَ لَهُمْ لَا تُفْسِدُوا فِي الْأَرْضِ قَالُوا إِنَّمَا نَحْنُ مُصْلِحُونَ Onlara deyiləndə yer üzündə fəsad törətməyin, pis işlər görməyin, onlar deyərlər ki, biz fəsad törətmirik, biz islah edirik, yaxşılıq edirik. Sonra Allah davamında buyurur ki, Əla, innahum humul mufsidun, və lakin la yəş'urun. Buyurur ki, bilin ki, onlar elə fəsad törədənlərin özləridir, pisliyin özləridir, və lakin la yəş'urun. Amma dərk eləmirlər, şuurları yoxdur. Bu dəstə insanlar o kəsdir ki, elə bir mənəvi böhranla üzləşirlər, mənəvi problemlərlə üzləşirlər ki, haqqı gəlib desən, başa düşməyəcək. Qəbul etmir o heç. Bir var zehnimdə, başa düşürəm o haqdır, amma mənəvi problemim imkan vermir qəbul etməyə. Bir də var ki, elə bir mən pis iş görmüşəm, o qədər mənəvi problemlərim var ki, onun ümumiyyətlə haqq olduğunu bilmirəm. Elə bilirəm ki, mənəm haqq. Dərk eləmirəm o haqdır. Mən yer üzündə fəsad törədirəm, pis iş görürəm, deyirəm ki, pis iş görmürəm, mən islah eləyirəm. İslah edici bir qüvvəsiyəm mən. Halbuki dərk eləmirəm, başa düşmürəm. Bəzi insanlar bax belədir. Yer üzündə fəsad törədirlər, pis işləri görürlər, dərk eləmirlər. Elə bilər ki, onlar haqdır. Və haqqı deyəndə qəbul eləmək yox, sən səhvsən. Amma məsələ orasındadır ki, bunu haqqı qəbul etməməsinə səbəb dərk etməməsidir. Bu ikinci dəstə haqqı qəbul etməyənlər birincidən daha təhlükəli olur. Nəyə görə? Çünki birinci heç olmasa bilir ki, o haqdır, sadəcə mənim mənəvi problemim ona imkan vermir. İkincisi budur ki, heç ümumiyyətlə haqqı başa düşmür. Elə bilir özü haqdır, işin də elə gözəl görür,
özünü islah edici bir qüvvə kimi bilir və işin yerinə yetirir. Belə insanlar daha çox fəsad törədənlər, belə insanlar daha çox pis iş görərlər. Heç olmasa birinci dəstədənsə bir qorxu olar, bəzi yerdə çəkinər ki, mənim xəstəliyim də imkan vermir, amma hər yerdə elə pis işi görməyim də. Amma ikinci dəstə odur ki, o başa düşmür, gördüyü pis işi yaxşı bir iş şəklində görür. O cür gördüyünə görə, ona görə o daha təhlükəli iş görər. Və Quranın bu ayəsi bizə onu göstərir ki, belə şəxslərdən olmayaq. Onu göstərir ki, haqqı qəbul etməyənlər nəinki bilib qəbul etmirlər, bəzən bilməyib qəbul etmirlər. Buna deyərlər cəhli mürəkkəb. Yəni, bilmirəm ki, bilmirəm. Mən bilmirəm ki, bilmirəm. Elə bilirəm ki, bilirəm. Elə bilirəm ki, bu düzdür, amma başa düşmürəm ki, bu bildiyim səhvdir. Mən bilmirəm ki, bu şeyi düzgün bilmirəm. Bu cəhli mürəkkəb deyərlər də. Yəni, insan o qədər cahil olur, o qədər pis bir mənəvi böhrana düşür ki, haqqın özünü görə bilmir. Allah bizləri haqqı qəbul edənlərdən qərar versin və bu cəhli mürəkkəbdən bizləri uzaq eləsin inşallah.